müsbətlərin Bundan diqqətli olun bu sapıqdan. Budur bu sapıq. Və insanı vəhdə, insanı dəli səviyyəsinə gətirib çıxartmaqdır. Baxın nə deyir bu saxtakar. İndi sizə dinlətdirəcəm. Elhamdülillahi Rabbil ələmin. İnsanlara gecə-gündüz əziyyət verən cadugar və onların müştəriləri yorulmadan, Özü cadukardır, gör insanları necə aldadır. Bax. usanmadan cadularında geniş istifadə elədiyi və ən müasir üsullardan birini əl atıblar. O da sihrul həvatif və cəvalət. Deyir, güya cadukarlar bu şeyə yol atıblar. Telefon, mobil vasitəsilə cadu eləmək. Bu yalandır, belə şey yoxdur. Bunu özündən uydurub. Baxın, nə deyir bu sapıq. Cihazlar və sosial şəbəkələr vasitəsilə insanlara cadu. Deyir, sosial şəbəkə vasitəsilə insana cadu eləyirlər. Yalandır. Yəni, TikTok vasitəsilə mənə necə cadu eləyə bilər? WhatsApp vasitəsilə mənə necə cadu eləyə bilər? Yoxdur belə bir şey. Və yaxud da ki, mənə mesaj göndərdi, mən də mesajı açdım, güya mənə cadu elədi. Bu yalandır, belə cadu yoxdur. Baxın, nə deyir bu sapıq? Eləyirlər. Bu tez-tez baş verir. Lakin insanların çoxunun xəbəri yoxdur. Ümumiyyətlə, bu qısa informasiya verin, bu cadu necə baş verir? Güya bu cadudan... Cadu olunacaq insana qəribə rəqəmlərdən zəng gəlir. Deyir, cadu eləcək insana deyir, qəribə rəqəmlərdən zəng gəlir. Güya bununla sənə cadu eləyirlər. O qəribə rəqəmlərdən o bank kartını oxumaq istəyənlər, bank kartındakı pulu oğramaq istəyənlər zəng eləyir. Bu sapıq qarışdırıb. Zəng gəldiyi zaman insan alo deyir, lakin qarşı tərəfdən heç bir şey eşitmir. Güya sənə zəng eləyirlər, sən alo deyirsən, qəribə nömrələrdən gəlir. Alo deyəndə güya sənə bunlar cadu eləyirlər. Onu qəribə nömrələrdən, kartdan pul oğramaq istəyənlər zəng eləyirlər. Bunun nə əlaqəsi var cadu ilə? Baxın nə deyir elə bu sapıq. Qəfil səs kəsilir. Və yoxdur qəribə mesajlar gəlir, rəqəmlərlə, hansısa təmtəmə ilə və s. İnsan çalışır onu oxumağı, oxuya bilmir. Əslində isə məsələ nədir? Məsələdə tilsim var. Güya sən oxuya bilmirsən, sənə mesaj gəlir, qəribə sözlər yazılıb, orada əslində tilsim var. Yoxdur belə bir şey, mesajla sənə cadu eləmirlər. İnanan var ki, əlində bu boyda şeylə gəzir, qışqıra ruh yoxdur güya. Bu boyda şey var, nədir, səs gücləndirici var, əlində də mikrofon. Cəmaatın yəqin AZS-dən işdən qovulub. Yox, bu sapığı kimdir AZS-də? Yəni, deyik telefon gələndə alo dedin, sənə cadu eləyirlər. Elə şey var. Və ya sənə mesaj göndərdilər, mesajda qəribə hərflər yazırlar. Sən açdın deyir, gör sənə cadu eləyirlər. Yoxdur belə bir şey. Gör indi nə uydurur, baxın, dinləyin. Sən çalışırsan onu oxuyasan, bəziləri oxuyur, onunla da cadu olmur. Ona görə bu məsələdə çox diqqətli olun. Çox diqqətli olun. Bax o. Sizə naməlum olan rəqəmlərdən zəng gələsə, maksimum dərəcədə onu götürməyin. Naməlum rəqəmləri götürməyin maksimum dərəcədə. Yaxşı, bəlkə mən xaricdən zəng ediblər. Niyə telefon götürməyim? Və hətta nəsə zəng gəldiyi zaman. Zəng gəldisə götürürsəz, gör nə inirsiniz. Bu sapığa bax, cəmaatı görüncə qorxuzur. Yazıq cəmaat. Ümumiyyətlə, götürdüyünüz zaman Bismillah, səlam aleykum. Deməli, sənə naməlum zəng gəlsə, götürürsən Bismillah, əssəlamu aleykum, onda sənə cadu təsir eləməyəcək. Bu nə danışır bu? Belə cavab verir. Əgər Bismillah desəniz, qəfil əlaqə kəsiləcək həmin şeydən. Bismillah desən, qəfil əlaqə kəsiləcək. Sapıq. Cavabı zəngi gəlir sənə. Cavab vermirsən, adboy verir də. Nə əlaqəsi var bunun cinlə? Bu özü cinlidir. Təkvirçidir bu. Təkvirçilərin hamısı cinli olur. Bunu özün ruqya eləmək lazımdır. Yəni cadugar öz şeytanlarını həmin mesajları, həmin zəngləri göndərməklə nə edir? Tənfid edir, icra edir. Və bununla da insan cadu olur. Cadunun da... İşin yoxdur, çörək puluna çıxıb. Belə çörək pulu olar, cəmaatı aldatmaqla. Güya sənə mesaj gəldi, oxudun, cadu elədilər. Və ya telefon zəng gəldi, cadu elədilər. Belə şey yoxdur. Əlamətləri, əsas məqsədi belə deyək. İnsanın ictimai münasibətləri... Bundan diqqətli olun bu sapıqdan. Budur bu sapıq. Və insanı vəhdə, insanı dəli səviyyəsinə gətirib çıxartmaqdır. Elə sən özün dəli yoxşuysan. Birinci, ən ağır formalarda insan dəli olur. Əlamətləri insan... Budur da bu. Bir dəfə maz çıxarmışdı, maz düzətmişdi belə. Sidir tozundan. Güya mazı bədənivə çəkirsən. Sağalırsan, cindən şeytandan. Cin şeytan sabunla, mazla qaçmır. Avtomatik cadu. Loading. Diksinir. Qulağına qəribə səslər gəlir. Deyən. Ola bilsin ki, Samsungdan olsa cadu təsir göstərə bilər, amma iPhone-dan yox. Ona görə keçin iPhone-a. İnsan ürəyi ağrıyır. Zəng gələn kimi qəfil insan ürəyi ağrıyır. Ürəyi sıxılır ki. Zəng gələn kimi qəfil insanın ürəyi ağrıyır. Belə cadu növü var telefonla. Sıxılır və s. Baş ağrı başlayır. Təngi nəfəs olur. Həmçinin əlamətlərindən insan yox. Elə şey zad olmayıb. Telefon zəng gəldi, təngi nəfəs olursan. Qəribə
Təngi nəfəs niyə olub? Yəqin bəlkə o tərəfdəki borcunu da istəyib. Ona görə təngi nəfəs olub. Həşəratlar qəribə kəvabiz, kaşmar o cümlədən. Bir dənə qəşəng ərəbcə söz arada atdı. Kəvabiz, kabus deməkdir. Cəmaət inansın. Qarabasmalar görür və s. Hə. Və bəzən bu zəng təkrarlamaq Qardaş, Samsunglardan gəlsə təsir eləyir, iPhone-dan olsa təsir eləmir. Ümumiyyətlə belə bir şey olarsa Hocam, iPhone işlədə yoxsa Samsung işlədə? Yoxsa fərqi yoxdur. Android-ə gücü çatır cin şeytanın, iPad-ə çatmır Apple-ə. Bir şəkildə telefonu qoysan qırağa. Hə, telefon cavab vermirsən sən, qoysan qırağa. Ona görə bu şeydə diqqətli olun. ChatGPT-dən onda vəziyyətimiz gərgindir, ChatGPT-dən heç istifadə eləməyək. Bu cadu növü hal-hazırda çox geniş yayılıb. Çox geniş yayılıbdır. Bunu alimlərdən soruşublar, alimlər deyir ki, bu cəfəngiyatdır. Belə cadu nömrə yoxdur. Hansı nömrə işlədir hocam? Azercell, Baxcell, Narmobile, yoxsa fərqi yoxdur? İnsanda mən bunu nəzərə almaqda bilməyəm və minlə. Kənddə də yaxşı xoruzları banlayır. Çolbədi yemək istədilər. Hamısında müalicəsi hissəsinə ruqiyyə terapiya. Hə, hamısında müalicəsi nədir? Ruqiyyə terapiya. Telefonu açdınız, sizə zəng gəldi, vəziyyətiniz gərgindir. Gəlin bu saxtakarın yanına sizi müalicə edəcək. Sizə sabun da verəcək, maz da verəcək. Digər prosedurlar keçirilməklədir. Allah da cümlə müsəlmanların müvəffəq eləsin və bu bəladan qorusun bizi. Amin. Allah sənə də islah eləsin. Allah sənə də hidayət versin təkvirçi. Bəsdir cəmaat aldatdın. Ruqiyyə oxuyan saxtakar.